El-Muheymin. O, hər şeyi öz idarəsi altına alan, onları qoruyan, onlara şahid olan və onları hər tərəfdən əhatə edəndir. Əl-Əziz. O, qüvvət sahibi, heç vaxt məğlub olmayıb, daim qalib olandır. O, cəlalı və şəni uca olandır. Hər biri zəlillikdən uzaqdır. Əziz, pak və uca olan Allaha olan itayətinin miqdarında qula izzət və ucalıq nəsib olur. Əl-Cəbbər. O, hər kəsdə və hər şeydə öz istəyini icbari olaraq və öz qəhri altına almaqla həyata keçirən əzəmətli Allahdır. O, istədikdə yoxsula zənginliyi, xəstəyə sağlamlığı, möhtaca öz ətasını və çətinlikdə olana isə çətinlikdən çıxmasını vacib edir.